Selamünaleyküm. Kübra xanım salamlayır sizləri. Hoş gelmişsiniz. Nurayman'ın qonağısız bir gece. Teşekkür ederim. Hamınıza hoş gün arzulayıram. Allah hamınızın könlünüze göre versin. Bütün arzularınız yerine yetsin inşallah. Salam sizdən. Şu ruhum dincəlir. Çox sağ olun qızlar. Salam gözəl xanım Mahirə. Bugün çox gözəlsiz. Çox sağ ol canım. Minaya Şirinova. Salam əleykum gözəl xanım. Burada bir görün bir şeylə. Kim? Var burada kızlarda. Azada yoktu. Yok da yatır yakın gelir. Bunlar sende dedi. Bunlar məndə olanlardı. Belə. Minaya. Nur deyir, salam Kübra xanım, xoş gördük sizi. Hoş gördük, Sizi Nur, hoş sevirik. Canım benim. Can. Hoş gördük. Salam əleykum. Nur, aşağıdan Kübra xanıma ait fikirləri qaldır yuxarı dinləyək. Çünki burada yazanlar çoxdur. Ay. Kübra xanım çox otura bilməyəcək. Hə. Ay, Səlimov gəldi can. Selimov. Arif seni çok istedim. Gəlir, Sana gəlir. böyük saygım var. Özünü də aç, özünü də aç. Səlimov. İyi olmaz. Ya, Otur, ediyor. benim aziz ve güzel anam. Ay sana Ne oldu olsun. Xəstələnmiş olsam da mütləq açmalıydım. Can. Necəsin? Kübra xanım Azərbaycanımızın, Azərbaycan mədəniyyətinin səmimi deyirəm. Uşaqdan böyüyə öz filmləri ilə, öz bütün səmimiyyəti ilə hamının uğruna sevinir. Mən uşaqlıqdan biz hamı onu izləmişik. Emana bilirsən də, yəni biz bir insan olarak, bir bəstəkar olarak mənim ağlımın ucundan keçməzdi ki, haçansa mən Kübra xanımı görəcəm və onun yanında deyəcəm ki, adını qoymuşam sənin möcüzə qadın. Allah sizi var. Və Kübra xanım, nə bəxtiyarsınız ki, belə bir bacınız var, nə bəxtiyaram ki, belə bir bizim mənəvi anamız deyim, müəllimimiz deyim, nə deyim. Onun adını heç bilmirəm. Ana mənim üçün həm şairdir, həm rəssamdır, həm kitabdır, həm qələmdir. İnanın səmimiyyətimə. Çok O sağ ol. dərəcədə, Çok sağ o ol. dərəcədə o fərqlidir ki, insan ondan hər gün danışdıqca tamamilə başqa-başqa şeylər, fikirlər öyrənir. Yəni tükənməyən bir qaladır. Ən əsası Kübra xan sir qalasıdır. O ürəkdə nə qədər adamın dərdini saxlayır. Öz-özümə deyirəm ki, bir klinika olsaydı, təsəvvür edin psixoloqlar bu dəqiqə hər seansa 100 manat alardılar. Amma təmənnasız insanlara xidmət edir. Təmənnasız. Siz Gəncədəsiz, Gəncəyə getmişsiniz. Ema Hanım Bakıya gelip benim evimdedir. Oy, oy, oy. Vay, vay, vay. Dur, please. 8 yıldan sonra Bakıya Biz gelip. mütləq Komanda Çingizxana deyim. Komanda Çingizxan, yəni onu sevənləri nəzərdə tuturam. Biz onu bəlkə bir neçə saatlıq sabah oğruyaq. Çətin, səhər tezdən qayıdırlar. Dünən gəlib, sabah qayıdacaq. Nəvəsinin toyuydu, kiçik toyu. Ay, Ay, xoşbəxt. gəlmək istəmirdi. Qızı dedi ki, ay mama, sən mənim anamsan, sən burada iştirak eləməlisən. Bu söz onu tutdu. Dedi, mənim qızımız, mənim balam bunu deyirsən, mən gəlməliyəm. Həmişə qızı gedir onu görür. Bu dəfə özü gəldi, nəvəsinin toyunda iştirak elədi.
Sabah Allah koysa qayıdacaqlar. Ana, ben həmişə deyirdim Kübra xanımla sizi bir yerdə görəndə bir dənə sualım olacaq Kübra xanıma ki, siz ne zaman bildiniz ki belə bir fərqli bacınız var ama səmimi? Bu benim için çok önemli. Bacım, mən demişəm də Arif, belə orta məktəbi bitirmiş, sadə bir qız idi. Sonra Gəncədə bir böyük bir müəssisədə işə girdi. Sonra texnikumu qurtardı. Ailə qurdu, balaları oldu. Kübra xanım, bir gün onda dedim ona, məsələn, Elmira'nın dünyada heç nəyə ehtiyacı yox idi. Heç nəyə. Heç nəyə. Bəlkə də nəticəsinə belə bütün hər bir şeyini ehtiyatda hazırlamışdı. Fələk çevirdi. Fələk çevirdi Elmira'nın həyatını. Elmira çox sınaqlar yaşadı. Çox sınaqlar yaşadı. Biz onun yerine havalandısa, Eman'a danışanda mən dedim ki, mən onun yerine havalanıram. Bəli, sən nəticənin belə adını demirəm də, bu altdan çıxan qızıl onluqların ola, o qədər ehtiyat yığmışdılar. Və bunların hamısını itirdi. Bu itkidən sonra mənim bacımda bir hallar əmələ gəldi. Öncə qalıq-qalıq kitablar yazmağa başladı. Çox qəribə bir doğrudur. İnanın ki, qələm görmürdü. Hətta onun bir rəsmi var. Bəlkə də 1000 dənə, 100 dənə qələmin, ruşka deyirlər də, qələmin şəklini qoydu. Yəni çatmırdı. Neyse, ama bu kadın bir insana eğilmedi. Bir insana demedi mən acam. Demedi mənim pula ihtiyacım var ya nəyəsə ihtiyacım var. Bu elə belə deyil, bu illərlə sürdü. Bize de demedi. Heç kimə, yo, heç kimə, heç kimə. Ben bilirim. Zaten Elmira milyoner olanda Kübra sadə bir insan idim. O gedirdi Odessa'ya, mesela bir günləri bir söz deyəcəm. Gəncədə bir dənə, indi bizim göz həkimlərimiz var Arif. Göz həkimi ancaq Odessa'daydı, Sovet vaxtında. Göz əməliyyatı Odessa'da olurdu. Gəncədən bir qadının gözünə əməliyyat lazım idi. Bibisi. Hacan? Bibisi. Neyse de bir kadın. Bu kadını Elmira götürdü. Elə imkanı var idi. Hələ onun mənim yanında kimi də. Apardı Odessa'ya. Onu əməliyyat etdirdi. Bir ay onu orada dincəltdi. Dəniz kənarında ev tuturdu. Daima gedirdi o evdə qalırdı. İnanırsan. Gəldi, gətirdi. Bu dualar, bu yaxşılıqların duaları mənim bacımı, bir dənə söz deyəcəm. Özündə xətrinə dəyməsin. Məştağıya yox, ayrı bir yerə çevirdi. Anladın? Bacım başladı klassikaları oxumağa. Kur'an okudu, Biblen okudu, bütün dini kitaplar okudu. Ondan sonra geçti bizim büyük mütefekkir yazıcılarımızın 200 illik, 150 illik ömrü olan Nizamini, Fizulini, Hatayini, ondan sonra çok şeyleri. Bütün bu kitapları bu kadın yedi. Demek olar ki, necə hər gün səhər durursan, kahvaltı yapırsan, sonra nahar edirsən, sonra akşam yemeği yiyirsən. Bunların əvəzində bu qadın kitabları yedi. Bu beyin doldu, bütün o əsərlər bunun beynində doldu. Bəli, ondan sonra şükür Allah'a yazmaqdan əl çəkdi. Elmira oldu Nur Ema. Bax bu qədər.
Tarifi Elmira xanımın budur. Emana gör necə gözəl danışdı. Sizdən də, siz heç vaxt bu yerləri, elə yerlər var, oraları danışmamısınız. O Odessanı biz eşitməmişik. Mən ona görə istəyirdim ki, Burak xanımla eşidim. Əlbəttə bilirəm. Doğrudan da mən misal üçün ilk vaxtlarda o hadisəni eşidəndə mən özüm deyirdim ki, bu insan necə sağ qala bilər, yəni bu boyda mal, mülk, yəni insan necə bu qədər pul, ilk etapda Eman özü bilir, deyirdim, bu qadının işi gücü qutarmıyor, burada ne gəzir bu, ya da göpa basır bu, danışır da belə. Çünkü insanlar gördüğüne inanırlar, ama vaxt keçəndən sonra həqiqətən də başa düşdüm ki, ne gözəl dediniz ki, o sözləri yedi. Deməli, insan doğrudan da. Bəli. Əslində bilirsiniz ki, baxın, artistlər, aktrisalar bir tamaşada bu da rolu verirlər ki, gedin oxuyun da. Mən yaradıcı adam ola, hərdən yoruluram, deyirəm, əşki, səhər oxuyaram. Amma Emana bu boyda kitabları kimin üçün oxuyurdu? O özü də bilmirmiş ki, əvvəllər kimi üçün oxuyur bunları. Sonra açıqladı bizə. Arif Allah çətindir. sizə Öz aramızda o klassikləri əzbərləmək, xəmsəni, beşliyi əzbərləmək, yəni bilsən əzbərləməyib ha, qavrayıb da amam işinə qoyub. İnşallah. Hə, bunların hamısını bir kimdən sual Ürək verirsə lazımdır. maşallah o qabiliyyət Allah Taala vergisidir. Mən ancaq bunu deyirəm. Bunu Rəbbim buna vergi verdi ki sən bu cür əməlləri, bu cür Geçen yeyirsiniz, içirsiniz, oturmuşsunuz stulda ama öz evdeki stulçunlara darıxırsan. ya Ya, Hoşdur. xoşdur. Əlbəttə mən bu günləri dünəndən bura üstünə salıb biraz narahatam. Sən bilirsən də mən bu ximiyalardan dolayı fəqərələrimdə biraz ağrılar var. Biraz yox, baya. Allah Hətta bu günləri ilgizin verilişinə sağlığı. getmədim. Üzür dilədim. Mən bilirsən onkoloji xəstəyəm, mən ora bağlıyam. Həkim görmüşəm, danışmışam. Dərmanlarımı da yazıb. Qanımın cavabından sonra hansı dərmanı içəcəm deyəcək, 3-cü kərədir artıq. Mənim belimdə problem olur. Amma, Səkinə də gəlir. Hacan, bir dəqiqə. Yaradan sizi koruyacak. Ha. Siz İnan Elmiranı dinəndən, inan ki, elə bilirəm dünyanı mənə verib. Bir dənə işi qoymuram əlini vursun. Ay qız, qoy bunu mən eləyim, qoy qavları mən yuyum, qoy bunu mən eləyim. Bu halimlə mən buna qulluq eləyirəm. Çünki illərdir mən bacım bura gəlmir. 8 il demək nə demək? Çox iyi, yani çox. ben çok sevindim. İsmet'e bak. Çox belə mənim qızım, nəvəm, nəticəm hamısı sinəsinə basdılar Ema xanımı. Gələndə istədim ayağına dəmir atım, belə deyirlər. Dedim bir dəmir tullayım sənin ayağına. Çox şükür, çox. Bugünə də şükür. Xeyir iş üçün Bugüne gəldi. çok Qədəmi Bugün gəlib 8 ildən Bakıya. sonra nəvəsinin toyu üçün açıldı Bakıya. görünme gözler. Çok Emana sevindim. Bakıya da gelip tohum səpdiniz biləsiniz. 2-3 Güzel, tane güzel. söz olsa belə tohum əkdi artıq Bakıda da. Yani qədimləriniz artıq bu gözəl Allah. torpağa dəydi. Hə, Kubra xanıma Allah'ım onsuz təşəkkür edirəm. Rəbbimdən gözləyir. Heç kimə deyirəm, bax bu cür açırsan da, sən buradan heç olmasa ayda bir 2000-3000 manat pul götürə bilərsən. Deyir, xeyr. İnanın mən- Allah'a. Yox, istəmirəm. İnanın. O Ha, psixoloji məsləhəti bu canlı yayımda siz özünüz ekspertsiz də bir Bəli, bəli. psixoloqun qəbuluna 50 manatdan aşağı getmirsən 10-15 dəqiqədə 10 dənə 20 dənə söz deyir, 2 dənə dərman yazır, ya Allah getdi. Yox, mənim bacım o deyirəm də sənə heç kimin Sovet vaxtında görmədiyi yaşayışı mənim bacım yaşayıb. Ona görə dünya malında, mən də eləyəm Arif, mənim də dünya malında gözüm yox. Bəli. Mən həmişə deyirəm, Kubra xanım Allah sizə can sağlığı versin, verilişlərə gəlir. Bax, o dəxli
bəlkə də öz ağrıları ola Ha. Emana oturur, bir gram olsun belə oradaki adamlara hissettirmir. Bir ki orada əyləşən bəzi insanlar da hiç soruşmurlar ki, ay Kübra xanım, siz bizim için bu qədər əziyyət çəkirsiniz. Bəlkə bugün necə də əhvalınız. İnsanlar yəni deyirəm ha, mən televiziyanı nəzərdə tutmuram. İnsanlar ancaq gözləyirlər ki, Kübra xanım nəsə onlara əl uzatsın və yaxud da bir söz desin. Ona görə mən həmişə düşünürəm ki, elə olmamalıdır. Siz kimlərəsə dayaq olursunuzsa, o da onun qarşılığında ən azından təşəkkürünü etməlidir. Edirlər, şükür Allaha, Arif, bilirsən, əgər bu dünya belədir ki, hər kəs uşaqdan böyüyə, hətta bir günləri bir Afrikada ya Nigeriyada bilmirəm, bir aktyor yardım edir. Öncə bir hamı baxa bilər də, əlini uzadır ki, mənə bir şey verin. Verən qazanır, verməyən ağacla döyüb qovalayan da olur. Onun yanındakı götür ona bir parça ekmek ya da bir 5 manatında özlərinin pulundan, nə bilim nə pullarını verir. Gedir, qayıdır, gəlir, deyir, ora baxın, çəkilir. Sosial proqramdır. Və ona bu qalaqlıqda pul verir. Deyir, gözünü yum, əlini aç. İnan necə sevinirlər, hamısı kasıblardır orada. Mən bunu bu günləri nəvələrimə göstərirəm. Deyirəm, bax, görürsənmi? 2 balaca gənc oğlan idi, biri qovalayır onu. O birisi gəlir, əlində ağ çörək yiyir belə, balaca yumruq. Onun birini verir, 2 qalaq pul verir. Və o oğlan, baxmayaraq ki, yanındakı onu qovaladı, o puldan ona da verir. Bax, Elmiran nəvələrinə deyirəm ki, göstərmişəm. Bu o deməkdir ki, paylaşmağı bacarın. Yaxşılıq eləməyi bacarın. Ayrısını tabii. Bəli, bəli. Verəcəm.